Allah Teala Quranla bağlı elə bir iş görüb ki, istəyib bütün əzalarımız Qurandan bəhrələnsin. İzə quriyəl Quran, əstəmiyo ləh, qulaq asın. Qulağınız da qidalansın. Hədisdə var ki, hafiz olsan da belə Quranı oxuyanda bax oxu. Gözlərin də qidalansın. Hədisdə var, hərdən ayaq üstə oxu, ayaqların da faydalansın. Ariflər deyir, Quranı oxuyanda barmağı sürt ayələrə. Qoy əlün də qidalansın. Quranla bu cürlə ünsiyyət qur. Bütün vücudumu tapşır Qurana. İndi Quranı ki qoyucuğa başımın üstündə bəzilə başlayacaq. O düşünməyə lazım. Gözü düşünür bütün günü Quranla. Düşəcək də aləm deyəcək yenə bir-birinə. Qardaş, o başına Quranı qoyanlar bilir də onu düşünməyə lazımdır. Məşəl başı Qurana qoymaqla düşünməyə ziddiyyət var. Başı Qurana qoyanda, başa Quran qoyanda düşünmək olmur, dayandı düşünmə. Bütün günü Quran düşünürsən. İndi 15 dəqiqə başıma Quran qoyanda ehtiram əlaməti olaraq aləm deyir bir-birinə. Yəni bu niyə qoyuram başım üstə?